Qədr gecəsi, əziz möminlər, elə bir gecədir ki, bu gecənin fəziləti haqqında nəql olunmuş hədislərin ümumi sayı 500-dən artıqdır. O hədislərin bir neçəsini sizin diqqətinizə çatdıraq. İmam Baqir əleyhissalam buyurur ki, hər kəs Qədr gecəsini ehya etsə, təkcə bu oyaq qalmaq mənasında deyil ha. Biz elə ehya sözünü oyaq qalmaq kimi təhlil eləyirik, tərcümə eləyirik. Ehya həyat sözündəndir. Yəni hər kəs Qədr gecəsinə yaşasa, o gecə həyatda olsa, diri olsa, görünür ki, İmam əleyhissalam Qədr gecəsi saxlayana diri olan deyil. Onun günahları bağışlanar, səmadakı ulduzların sayı qədər olsa belə, dağların ağırlığı qədər olsa belə və hətta dənizlərin suyunun ölçüsü qədər olsa belə, əhya saxlayan, o gecəni, Qədr gecəsini ibadət və itaətlə keçirən insanların bu qədər günahları olsa belə, İmam əleyhissalam buyurur ki, Allah hamısını bağışlayacaqdır. İmam Cəfər Sadiq əleyhissalam digər bir hədisində belə buyurur: Tənəzzəlul mələikə və ruh fi leylətil qadr ilə vəliyyil əmr. Yəni əl-İmamül Məsum. Qədr gecəsində mələklər və ruh və ya Cəbrail əleyhissalamdır, yaxud da başqa bir mələkdir, dedik ona. Nazil olar kimə? Məsum imama. Gün batandan gün çıxana qədər olan bir illik bütün işləri İmam əleyhissalama ərz eləyər. Sadə təhlili ondan ibarətdir ki, Qədr gecəsi bizim həyatımızda belə bir rol oynayır. Mələklər və ruh nazil olur, bizim taleyimizi yazdıqları o vərəqə, o dəftər dövrün imamına təqdim olunur. İmam əleyhissalamın bizim il ərzində gördüyümüz və ya görəcəyimiz işlər haqqında məlumatı olur. Deməli, Qədr gecəsi həm də bizim oyandığımız, diqqətli olduğumuz gecədir. Elə edək ki, bu gecə bizim əməl dəftərimizdə İmamın huzurunda başımızı aşağı salacaq əməllərlə dolu olmasın.